Deməli o vaxtlar təsadüfən bir toy olardı, kənddə dana. O kəndə şəhərdən bir qohum qonşu ilə, əqrəbədən zatdan biri birinə yamaq olub gəlirdi. Maksimum toyda mağarın qabağında o ayaq yoluna tərəf bizdə var axı çət yerində qızlar özlərini belə göstərirlər. Tucidi tualetə. Adı doluşan vaxtında palatkanın ortasında iki qız əllə tutdu belə. Çiyin belə, baş belə, boyun belə. Yelini gedirlər. Ayaq yoluna özünüzü göstərdik, risk dala qaydın. Amma bir toyda 2 dəfədən artıq çölə getdin, qayıtdınsa sən ucu pozğun qızsan ha. 2 dəfədən artıq olmaz. Ya maksimum 2 dəfə. Elə o günlərin birində təsadüfən belə çıxmışdım. Qapının ağzında xalam qızını gözləyirdim. Qapının ağzında bir oğlan dayanmışdı. Qapının ağzı qurtarmadı bu arada. Mən hardasa oxuyuram 7-də zatda. Palatkan mağaranın ağzında. Ay sağ ol. Bəli, elə bir ki o palatkanın ağzındadır. Mən tualetin qapısının ağzındayım. Yox, elə qız var idi ki, palatkanın arxasında taleyi həll olunurdu da. Yəni o mövzulara girməyə xahiş edirəm. Deməli, mən burada gözləyirəm, o da siqaret çəkir. Mən hardasa oxuyuram 6-da zatda. Bu da ki, nə bilim, az 25-26 yaşı var. Niyə dana? Sən hansı gününə təzə çıxan bığlarından o oğlana aşiq olursan? Niyə? Belə başımı qaldırıb belə oğlana belə baxıram, belə mal kimi. O da qayıtdı belə, uşağa baxarmış kimi qayıtdı belə deyib. Belə elədi. Bu mimik var ha. Pəh! Buna səbəb oldu. Tək qalıb sözümün əlində gəlirəm fəryada mən. Aşk acısı çəkirəm. Bildiyin aşk acısı çəkirəm. Oğlan da üzdən kim oxşuyur? Fizika dərsində bir dənə alim var idi. Adı yadımdan çıxdı. Enişteyn değildi. Yox, gözləri belə ala kimi, bilmirəm işığı tapmışdı, yoxsa telefonu tapmışdı, nəyi tapmışdı. Olmuşum, fizika kitabında qıraqda bir dənə belə bir şəkli vardı. O vaxtda kitabları məktəb verirdi axı. Kitabın orasından alimin şəklini kəsib çıxardı. Axşamlar öpür. Neçə ay çəksən müəbbət? 3 il. Allah haqqı 3 il Arximeddən oturaqlamışım. Görsən ağlayarsan.